Biz bugün kimisə bura tənqid etməyə gəlməmişik. Biz ilk verişimiz canlı efirimizdir deyə bu müzakirəni niyə elədik? Çünki sosial şəbəkələrdə bu məsələ bir tərəfli qəbullanmadı. Mətanət xanım, mən əminəm ki, bu verişə baxır. Mətanət xanım, mənim sizə özünüzə hörmətim var. Özünüz də bilirsiniz ki, hətta Cananla mənim verişimdə olanda mən sizin ayağınızı ona vermədim. Amma bir şey var, mən bunu deməliyəm, Tahirəm. Neçə ildə ayrılmışsınız siz Mətanət xanımın oğlundan, Kərimdən? 3 ildir. Bəli? 3 ildir. 3 ildir bu mövzunu yenidən gündəmə sən mi gətirirsən, Mətanət xanım gətirir? Mən gətirmirəm, Vətən xanım gətirir. Bax, Məncə- İsa Şükurovun verilişində... Məncə hər ikisi gətirir. Xeyr. Məncə. Sizə deyim niyə? İsa Şükurovun verilişində, dostum İsa Şükurovun verilişində Canan bildirdi ki, mənim qaynanam mənim üçün ev aldı. Evimi təmir etdi. Evimin içinin mebellərini doldurdu. Allah onu var eləsin. O qədər tərif yağdırdı ki, Mətanət xanım çıxdı. Aytəkinin verilişində başladı ki, heç mövzunun yeri deyil idi. Mənim indi nəvə baxan vaxtımdır. Nənənin nəvəyə baxan vaxtı həmişə olur. Nənə ölənə qədər Allah gecindən versin, nəvəyə baxmalıdır. Mən başa düşürüm, siz səhnə adamısınız. Səhnə adamısınız. Amma siz qazanırsınız, siz daya da tuta bilərsiniz. Mən demirəm Canana ağ mələkdir, ətəyində namaz qılmalı. Canana əsəbləri var. Amma Canana çıxıb cəmiyyətdə deyir ki, mənim qaynanamı var olsun, məni gözəl yaşadır. Hətta isə ona sual verir orada ki, uşaqlar yanında deyir, yox, uşaqlar onun yanındadır. Amma yenə də sağ olsun, hətta mənə bağ alacaq deyir. Amma siz çıxıb təzdən Canana'ya deyirsiniz ki, bir gəlin bir ailəni dağıdır, uy, ayıb oldu keçdi də, yəni bu saqqız nə qədər çeynənilməli, Canana bezmədir mi bundan? Törkməm, düz deyirsiniz. İnansız, mən həmişə Vətən xanıma demişəm ki, artıq mən Tuncay oğluma söz verdim ki, bir daha ola bilməz ki, mən sizin haqqınızda nəsə pis nə danışım. Yəni, haqq var, həqiqətən. Sizi göstərirləri orada danışmayın da. Həqiqətən ki, görürəm ki, Mətan xanımın əziyyəti çoxdur. Yəni ki, bir ana olaraq, bir qadın olaraq çox əziyyət çəkir o. Özü üçün yaşamır. Həm nəvələri üçün, həm övladları üçün. Kərimdir, Ülkərdir, indi digər gəlin də gəlib. Ev çox qalmaqallıdır, xarakterlər müxtəlifdir. Mənim uşaqlarım da nənələrini çox sevirlər və nənələri onlara çox gözəl həyat yaşatdırıb. Necə bu ayrılma ərəfəsində onlar çox şımartıb demək, nə istəyib, eləyib ki, uşaqlar pisikməsin. Yəni də O, hər indi nənə yaxud baba onu etmir də. Uşaqlar gözəl şəraitə öyrəşiblər. İndi də